Mən Mahir İsmailov 1974-cü ildə Zərdab rayonunun Alıcanlı kəndində anadan olmuşam. Kənd orta məktəbində təhsil aldım. 92-ci ildə rayon komissarlığı tərəfindən milli orduya çağırıldım. Sumqayıt şəhərində yerləşən hərbi hissədə 6 ay təlim keçdikdən sonra Qarabağa göndərildim. Ağdam rayonunda torpaqlarımızın müdafiəsi uğrunda döyüşdüm. 93-cü ilin iyun ayında ölkəmizdə baş verən qarışıqlıqdan istifadə edən ermənilər Ağdam istiqamətində də böyük qüvvə ilə hücuma keçdilər. Ağdamın Şelli və digər kəndlərinin müdafiəsi uğrunda döyüşdüm. Cəbhə bölgəsində qalan ordu hissələrimizin ciddi müqavimətinə baxmayaraq düşmən rusların köməyi ilə Ağdamı və kəndlərini işğal etməyi bacardı. Bu döyüşlərdə vətən uğrunda, haqq yolunda şəhidlik zirvəsinə ucaldım. İndi Qarabağ da, Ağdam da azaddır, biz şəhidlərin ruhları da bu torpaqlarda şad gəzir.